bir gecəyə saat axşam 9-dan səhər saat 6-ya qədər, 7-yə qədər, səhərə qədər 22 dənə postu təmizlədik biz düşməndən. Bu bir rekord bir fəaliyyətdir. O 22 dənə postun hamısının alınmasında mən Xıdırov Orxan Bəhruzoğlu deyirəm ki, mən 50 metr, 100 metr öndə gedən oğlan olmuşam. Hansı ki posta girmişəm, təmiz, gir, ancaq bütün fəaliyyət ilk atəşim olub mənim atəşim. Mən baş kəşfiyyat istehkamçısı olmuşam. O istiqamətdə də düz düşmənin axırıncı stık postuna qədər öncü olmuşam. Axırıncı 3 postda mənə Əzizli Elman gəldi, köməlik göstərdi. Deməli, oradan sabah həmin axırıncı postu götürəndə qaldıq, gecələdik, orada istirahat elədik, düşmənin qidasının suyundan istifadə etdik. Həmən günün axşamısı bizə əmr gəldi ki, daxil olmalısınız su qovşana. Axşamısı biz gəldik, Talışda yerləşdik. Bir saat orada döyüş tapşırığının təhlili, müşahidəsi getdi və oradan hərbi hissə komandirimiz Rüstəm Ozavurun komandası ilə biz daxil olduq su qovşan yoluna. Düşmənin bölmələrinin daxilindən, yəni ortasından sızaraq ərazi və ərazi relifini istifadə edərək, örtü və gizlətməni təmin edən bir əraziləri seçərək gəldik, daxil olduq düz su qovşanın mərkəzinə. Bu təsadüf elədi ayın 3-ünə. Oktyabr ayın 3-ü baş verdi bu proses. Girdik, daxil olduq Option su qovşana və qalxdıq, yüksəkliyi götürdük. Düşmən onda ayıldı ki, bəs artıq bir bölmə girib su qovşanın yüksəkliyini tutub. Həmilə taborumuz var idi. Çox gözəl cəngavərlərdən ibarət olan bir döyüş taboruydu. Onlar da bizim sağ və yaxud da sol istiqamətimizdən yəni eyni qayda döyüş aparırlar. Yüksəkliyi işğaldan azad eləmişdilər. Tutmuşlar su qovşanın girişində olan yüksəkliyi, gölün üstündəki yüksəkliyi. Və biz də daxil olduq su qovşanın içinə, yerləşdik orada, götürdük yüksəkliyi. Ondan sonra bizim piyadalarımız daxil oldu su qovşana və strateji yüksəkləri götürdük. Piyadalarımızı təyin olmuş yerləri götürəndən sonra biz irəliləməliydik, yəni Ağdərə istiqamətinə irəliləməliydik. Yəni bizim məqsədimiz nə olub? Bizim məqsədimiz konkret olaraq düşmənin cəbhəsini yarmaq olmur. Çünki bir xüsusi təyinatlı olaraq, bir kəşfiyyatçı olaraq bizim tapşırıqlarımız yalnız düşmənin gözləmədiyi bir yerdə və düşmənin daha təhlükəli bir yerlərdə. Hansı ki orada adi, məsəl üçün, normalda bir əskərin icra etdiyi bir fəaliyyət deyil. Bizə daha riskli, daha xüsusi riskli tapşırıqlar verilirdi. Hansı ki biz onun öhdəsindən hökmən gəlməliydik ki, bizim qoşunlarımız, yəni piyadalarımız həmlə edə bilsinlər, texnikalarımız hərəkət edə bilsin. Biz də qrup, kəşfiyyat qrupu olaraq sızırdıq düşmənin daxilinə. Bizə lazım olan, hansı ki piyadalarımızın hərəkət edəcəyi marşrutu təmizlirdik biz. Girirdik, ən yüksək yüksəklik haradırsa, daha əhəmiyyətli strateji yüksəklik, ora daxil olurduq, oranı götürürdük və piyadalarımız üçün irəliləməyə şərait yaradırdıq. Yaralanmağım təsadüf elədi həmən istiqamətdə 530 yüksəkliyində. 530 yüksəkliyi ölüm vadisi adlanırdı. Deməli, daxil olduq ora, xüsusi təyinatlı və kəşfiyyat bölümümüzün birgə fəaliyyəti nəticəsində biz o 530 yüksəkliyini və orada olan bütün düşmənin canlı qüvvəsini məhv edərək düşmənin ən ümid bəslədiyi nöqtə olub ora. Çünki düşmən bilirdi ki, oranı götürmək qeyri-mümkündür. Təsvir edin, yüksəklikdir, solu arxası sıldırımdır, yəni oradan gəlmək mümkün deyil. Bilirlər ki, oradan arxadan, sağdan gəlmək mümkün deyil. Yalnız soldan və öndən gələ bilər. Orada elə bir maniyələr təsis ediblər ki, yəni bir normal bir canlının oradan gəlməsi, yəni cəhd etməsi artıq ölümdür. Biz yenə də artıq öz ənənəvi taktikamızdan istifadə edərək düşmənin gözləmədiyi bir yerdən daxil olduq ora və artıq düşmən bizi başın üzərində görəndə artıq şok yaşadı. Və oradan bir nəfər düşməni sağ çıxmağa qoymadı. Adətən biz düşmənin dərinliyə daxil olub döyüş aparanda şərait yaradırıq ki, qoy çıxmağa şəraitləri olsun. Yəni çox çaxnaşma olmasın. Çünki bizdə də enerji itkisi olur, bizdə də itki olur. Bizə lazım ki, ərazi götürək. Amma orada o qədər bizim uşaqlarımızı şəhid elədilər ki, onlar piyadalarımızın da, yəni 6 dənə bayaq dedim, hansı ki bölümə daxil oldu.
Ətraf şəhidlə dolu idi yəni. Belə bir vəziyyət idi. Ora daxil olduq və bütün girişləri, çıxışları hamısını blok elədik. Oradan 80 neçə dənə düşmənin yəni bir nəfərinə çıxmağa imkan vermədik də. Oranın o həmin o post var, ölüm vadisi dediyim post. O postdan indiyə qədər erməni qoxusu gəlir, erməni leşinin qoxusu gəlir. Yəni oradan o iyi yəni götürülmür. Hər cür dezinfeksiya işləri aparılıb orada. Yəni mümkün deyil yəni orada. Və mənim yaralanmağım da elə oranın mühafizəsi zamanı oldu. Deməli oranı götürdük, 2 gün qaldı, 3 gün qaldıq orada. Düşmən dayanmadan hücuma keçirdi. Yəni orada 80 dəfə qırıldı o heç. Amma arxada olan düşmən dayanmadan əks hücuma keçirdi. Xüsusi təyinatlı bölməsini göndərirdi, kəşfiyyat bölmələrini göndərdi, tank, BMP göndərdi üstümüzə, hamısını sıradan çıxardırdı. Amma biz də tükənirdik orada. Çünki əlavə dəstək bizə gəlmirdi biz tərəfdən. Çünki elə bir dənə pis yerdə yerləşmişdi ki, sağ, sol, ön, arxa hamısı düşmən. Bir dənə tabor gəldi üzərimizə, taborla döyüş gedir, qeyri-bərabər döyüş. Sadəcə üstünlüyü bizdə deyənə, yüksəlik, ora əlverişli yer idi. Ona görə yəni sursatımız az olsa da qoruyub saxlaya bilirdik biz ora. Qarşısını aldıq əks hücumun, üstündən bir 2 saat keçdi istirahətdən sonra bunlar başladılar mərmi yağışına. Artilleriya yağışı deyirlər ona. Artilleriya yağışı yağdırdılar, rahat bir 300-400 dənə mərmi saldılar başımıza bizim. Ətrafımız təsvir edin ki, bir dənə salamat yer qalmadı da. Hər yerə mərmi düşdü. Orada şəhidlərimiz oldu, yaralılarımız oldu. Düşmən o qədər mərmi atdı ki başımıza. Gördü ki, həmlənlə olmur, güllərlə olmur, texnikayla olmur. Yalnız trayektoriyalı ateşlərlə. Şok ateşi elədilər, artıq bir 10-15 dəqiqə ərzində. Bir 200-dən artıq mərmi atdılar olar bizim üzərimizə. Düzdür, biz də örtü və gizlətməyə təmin edən ərazidə müdafiə olunduq. Amma bunlar atdıqca irəliləyirdilər həm də. Piyadalar da irəliləyirdi. Bunlar bizi susturub, bizə şok ateşi eləyib, üzərimizə yəni gəlmək istəyirdilər. Çünki onlar bizi əsir götürmək istəyirdi. Çünki düşmən artıq şok yaşırdı. Bizim fəaliyyətlərimizi görürdü, bizi panikaya düşürdü onlar. Düşmən burada yığılırdı, hazırlaşırdı, bütün yəni qüvvə vasitələri yığılırdı ki, hücum eləsin. Bir gün arxadan həmin o qüvvəyə hücum edirdik biz. Düşmən şok yaşırdı yəni. Yəni onlara elə bir xaos yaşatdıq ki biz düşmən 50 km, 50-60 km dərinlikdə arxada bizim gəlişimizi yəni hiss edirdilər. Yəni belə bir panika yaşamış düşmən. Bir dənə də mərmi təsadüf elədi, mənim payım oldu. Artıq gördük ki, piyadalara hərəkət edir. Biz girmişik zirzəmiyə, bunlar da tap-tap vurur da düşmən. Mərmilər bir belə düşür, bax. Biri düşür, o birisi dayanmır da, yəni məsafə yoxdur. Elə olur, eyni halda 5 dənəsi düşür. Fasiləsiz də yağış kimi yağır mərmi. Birinci müdafiə olunurdu qorunmanın altında. Sonradan gördük ki, bəs bu hücuma keçir bunlar həm də. Artıq məcburiyyətdən 2 nəfər çıxdı səngərə. Ateşini qarşılıq göstərdik onlara. Ateş edərkən də bir dənə mərmi gəldi, mənim yanıma düşdü. Metrə yarım məsafəmə düşmüşdü. Hansı ki, xoşbəxtçilikdən gəldi bir balaca çökəli yer var idi. Ona səngərlərin içində olur. Yağışın yığılması üçün olur. Belə dəliklər qazınır. Xoşbəxtçilikdən gəldi, onun içində düşdü. Amma qəlpələri saçdı da ətrafa. Mən orada yaralandım. Məni atdı göyə, düşdüm valın üstünə. Hansı ki, məni orada Məmmədov Qalib, Allah onun balalarını sağlasın. Məni orada o dəstək verdi, çıxartdı, gətirib təhlükəsiz bölgəyə yerləşdirdi məni. İlk tibbi yardımı göstərdi mənə, döyüş yoldaşlarım orada. Və belə döyüş mənim üçün bitdi. Döyüşün də ki, axırıncı tapşırıq idi o bizim üçün. Bizim bölməmizin icra etdiyi axırıncı döyüş tapşırığı idi. Və orada mən yaralandım. Amma yüksəklik əldən getmədi, yəni onu deyim sizə. Biz yaralandıq, tək mən deyildim orada yaralı. Ondan çox yaralımız var idi, şəhidlərimiz var idi orada, 3 nəfər şəhidimiz var idi orada. Artıq bizim digər bölməmiz hərəkətə keçmişdi, bilirdi, vəziyyətdən agah idi. Qarşılıqlı pilinqasiyası var idi, rabitə əlaqəsi var idi bizdə. Çolarda olur, o son məqamda bunların o qüvvəsi gəlir, çatır, yetişir. Eyni səhnə idi də, bölməmiz son məqamda çatdı bizə, hansı ki, piyadalar da hərəkət edir, sursat bitib, enerji sıfır səviyyəsindədir. Biz artıq düşünürük ki, gəlin bir dənə içimizə ürəkli kimdirsə, bir dənə əl qumbarası çıxartsın, qəlpələsini, bıraxsın içimizə bir 4-5 dənəsini bağlasın bir-birinə. Ola bilər də
97-ci ildə elə bir hadisəmiz olub bizim, kəşfiyyat qrupumuz olub bizim. Hansı ki bir qardaşımız sağdır, Aqil qardaşımız, dostumuzdur. Açıblar, biri sağ qalıb, hamı şəhid olmayıb. Dedik ya, 5-6 dənəsini bağlayın bir-birinə, birdən sağ qalar, o bir praktik olub da bizim üçün, Aqil qardaşımızın həyat fəaliyyəti. Birdən birimiz sağ qalarıq, düşər gəlinə də bunu. Necə 5-6 dənəsini bağladıq, İnanın ki, hazırlaşıq çəkməyə, prosta heç kim çəkmək istəmir də. İnsanıq, hamımızın övladı, axı, yolunu gözləyəni və ümidlə yaşayırıq. Sadəcə elə bir yerdəyik ki, orada ümid də, yəni gec gəlir adama da, bilirsiniz, ümid də gedir. Tutub dartırsa ümidi ki, gəl. Düşmənin dərinliyindəyik. Yəni, orada bölməmiz bizə çatır ki, yarımca saat səbr eləyin, çatırıq yanınızdayıq, yəni. Hamımız ruhlandı, qalxdıq, yarım saat döyüş nümayiş elədik. 22 dəqiqədən sonra qardaşlarımız gəldi. Düşməni nəinki qarşılıq verdi, düşməni düşdülər, sağdan soldan manevr edildilər, o postu götürdülər, oradan onlarla əsir götürdülər uşaqlarımız. Qələbə xəbərini aldım necə? Deməli, hospitaldaydım, yatmışdı, çox adam yatmışdı pasiyentlər, xəstələr. Deməli, tibb bacısı daxil oldu içəri, bəs dostlar, qardaşlar, sizi təbrik edirəm, hamının əlini öpür, qucaqlayır hamımızı. Anamız, bacımız deyir, Allah sağlığına sağlasın. Buradan bütün Azərbaycan Respublikasının döyüşçülərinə, ən xırda əməyi keçən tibb bacılarına qədər, bütün ağ xalat giyinən ağ mələklərimizə Allah 1000 kərə razı olsun onlardan. Biz onlardan çox razıyıq. Tibb bacısı daxil oldu, dejurnu, o növbədə olan tibb bacısı qaçaraq içəri daxil oldu ki, bəs qardaşlar, prezidentimiz məruzə elədi, bəs Qarabağ Azərbaycandır, müharibə bitdi deyir. Belə bir qələbə xəbəri verdi bizə. Düzdür, birinci dəri olduq ki, müharibə bitdi nədir? Necə müharibə bitdi? Biz Şuşanı dünən almışıq hələ. Müharibə bitdi nə dedilər? Bəs Cənab Ali Başkomandan artıq o qələbə sevincini millətinə məruz etdi. Artıq Qarabağ Azərbaycandır. Bəs erməni artıq pəs etdi, yəni. Məğlubiyyətini qəbul etdi. Və bu bizi çox qürurlandırdı, çox sevindik. Sevincimizin həddi hüdudu həqiqətən yox idi, yəni. Bir kəşfiyyatçı olaraq, bir xüsusiyyətli olaraq bizim müharibəmiz, bizim düşmənlə təmasımız, döyüşümüz tək 2020-ci ilin müharibəsi olmayıb. Biz 2016-cı ildə də düşmənə sarsıdıcı zərbələr endirmişik və Azərbaycan kəşfiyyatçısı, Azərbaycan xüsusiyyətçısı kim olduğunu biz onlara artıq agah etmişik. Onlar bizi yaxşı tanıyırdılar. 2014 avqustda da xüsusi təyinatlı qüvvələrimiz onlara əks hücum zamanı vurduğu zərbələr düşmənin hələ də yadından çıxmayıb. Medallarım Suqovuşanın azad olunmasına görədir. Sonra Kəlbəcərin azad olunmasına görədir. Cəsur döyüşçü medalıdır. Bir də igidliyə görə medalım var, Cənab Ali Başkomandan tərəfindən. Müharibə iştirakçısı medalım, 95 illik silahlı qüvvələr günü medalı, bir də 10 il qüsursuz xidmətlərə görə medalı var. Mübarizə buranın şəhid olduğu post var, 457 yüksəliyidir ora, düşmən tərəfdədir. Deməli, o postu tapşırıq gəlib ki, o postu götürməlisiniz. Deməli, o postu götürmək üçün də yüksək bizə müqdar enerji lazımdır, əlavə qüvvə və vasitələr lazımdır. Nəzə, İncəçay boyu biz düşdük aşağı. İnanırsınız, o dağlara qalxmaq bir zülüm idi, düşmək 10 zülümdür. Çünki düşərkən yer nəmlidir, sürüşürsən, qayalıqdır, yəni mümkün deyil də qanadsız və belə bir hərəkət eləmək. Nəysə, düşdük aşağı, bazamızda 6-7 saat restavrasiya işləri gördük və başladıq hərəkət eləməyə, Mübariz İbrahimovun postu istiqamətinə. Düşmənin valını gecəykən, düşmən mina sahəsini gecəykən dəf etdim, bütün növ minalar var idi, yəni. Hamısını mütəşəkkil qaydada, profesionalcasına bilik və bacarımızı üzərimizə ortaya qoyduq və onları dəf etdik. Və biz hərəkət etdik, mən də orada öncü idim. Bölmənin öncüsü idim, hansı ki, müəyyən aparaturanla, nişangahla, gecə görmə cihazı ilə təchiz olmuşdum. O cihazlardan, aparatlardan, nişangahlardan istifadə edərək qarşımı müşahidə altında, vizual müşahidəmi təşkil edərək hərəkət edirdim düşmən üzərinə. Və arxamızda da bir 50-60 metr arxada bölməmiz
gəlirdik. Başladıq kəşfiyyat bölüyü ilə o istiqamətdə hərəkət eləməyə və deməli 3-4 kilometrdən sonra düşmənin səngərində hərəkət edərkən 3-4 kilometrdən sonra qarşımıza düşmənin bir neçə əskəri görsəndi. Onlar da maskalanmış formadaydılar. Yəni düşmənin val ümumiyyətlə maşın səngəridir, tranşey deyirlər. Maşın səngəri gəlir və artıq 70-80 dərəcə bucaq altında döngə var. Mən də oranı sağımı, sol valın üstünü, sağ üstünü, sol üstünü və önümü daima fasiləsiz nəzarət saxlayıram ki, yəni hərəkət edən bir canlı görən kimi avtomatik reaksiya verim. Çünki düşmən orada mənim önümə hər an çıxa bilərdi. Qaranlıqdır, pis görmə şəraitidir. Mənim orada yəni səssiz gəlsəm məhv olmağım bölməyin məhv olmağı deməkdir. Mənim qeyri-ayıq sayıq olmağım bölməmizin pusuya düşməyi deməkdir. Yəni. Bütün istiqamətlərdən, yerləşdiyi istiqamətlərdən ateş açarkən avtomatik bunların demaskirovka oldu da, yəni bunlar. Yerləri aşkar oldu dərhal. Və biz oradan sağdan soldan arxadan bunlara hücuma keçdik və bunları məhv etdik orada. Yaxınlaşanda biz orada müşahidəsini apardıq 1 saata yaxın. Gördük orada yəni erməni uniformasında deyil bu şəxsiyyət. Bir neçəsi erməni uniformasındadır, amma bunlara xas olmayan bir formadadılar. Amma normal mülki geyim də deyil yəni. Belə yaxınlaşanda komandara dedim ki, komandar bu forma nəsə, mən elə bir bunu künarda zatda görürəm. Türk qardaşlarımızın döyüş əməliyyatlarında bunlar axı terrorçular belə geyinir. Baxdı komandir dedi, bəli, bunlar. Onları orada biz məhv etdik. Həmin o yüksəlikləri də ələ keçirdik, postun, döyüş mövqeylərini ələ keçirdik, onların qənimətlərini ələ keçirdik, döyüş qənimətlərini, yəni döyüş sursatlarını.